f-in x-dan, yəni yer dəyişmədən asılı qrafiqdir. Və bizə deyir ki, 8 saniyədə gördüyü işi tapın. 8 saniyədə gördüyü işi tapmaq üçün. Deməli, biz bilirik ki, iş A bərabər f-s düsturuyla hesablanır. Biz birinci yer dəyişməni tapmalıyıq. Yer dəyişmə isə, deməli, f vurulsun s hasili bizə bu fiqurun sahəsini verir. Deməli, biz birbaşa elə s fiquru tapsaq, deməli, nə eləmiş olarıq? İşi tapmış olarıq. Bu fiqur da bildiyimiz trapesiyadır. Trapesiyanın sahəsini tapsaq, deməli, aşağı oturacağımız 8, yuxarı oturacağımız 5, 8 üstə gəlir 5, bölünsün 2, vurulsun hündürlüyümüz də 10. Deməli, bu oldu 30, 13, 160, 130 bölünsün 2, 65. Cavab 65 oldu.